Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi sertifikasiya imtahanının 4-cü gündəyik. Mərkəzaran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli tam orta məktəbdə sertifikasiya prosesini izləyirik. Həsənova Elnarə 1 nömrəli Mingəçevir şəhər məktəbinin kimya müəlliməsidir. 30 ildir kimya müəlliməsi işləyirəm. Çox istəyərdim 60 olum. Görünür diqqətsizlik eləmişəm. Suallar o qədər çətin deyildi. Demək olar ki, axırda biraz kimyadan, yəni fənn suallarının bir 10 dənəsində hesablamalar çox idi, diqqət istəyirdi. Yevlax rayon Tariyə Sənaye Adabadına Varvara kənd orta məktəbinin biologiya müəlliməsiyəm. İmtahanda çıxış elədim, iştirak elədim daha doğrusu və 57 bal topladım. İxtisas sualları ortaydı, çətin deməzdim. Məncə özünə inanan, güvənən hər bir müəllim 100% ixtisas suallarını düz yaza bilərdi. Metodikanı biraz daha çalışsam 60 olardı deyə düşünürəm. Mən Yevlax rayon Aran qəsəbəsi Vüqar Əmir Aslanov adına 2 nömrəli tam orta məktəbin biologiya müəllimiyəm. Sertifikasiya imtahanında 55 bal topladım. Mən Mingəçevir şəhər 16 saylı Təbiət və Texniki Fənlər Təmayüllü lisey məktəbin biologiya müəlliməsiyəm. 55 bal topladım. Suallar rahat idi. Yəqin ki, səhvlərim kurikulumla bağlı oldu, yəni metodika ilə bağlı oldu. 55 bal mənə elə gəlir ki, çox yaxşıdır. Ağalarova Günel Ağdaş şəhər Müşfiq Sayev adına tam orta məktəbin kimya müəllimi 56 bal toplamışam.